Son günlər yağan aramsız yağışlar ölkənin kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurur. Fermerlər bildirirlər ki, torpağın həddindən artıq nəmlənməsi əkinlərin çürüməsinə, xəstəliklərin yaranmasına və məhsul itkilərinə səbəb olub. Araşdırmalara əsasən mütəxəssislər əkin sahələrində drenaj və suvarma sistemlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayırlar. Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, əkilən məhsulların böyük əksəriyyəti artıq yığıldığı üçün hazırki mərhələdə ciddi təsirlər müşahidə olunmur. Əsasən dağlıq və dağ ətəyi rayonlarda ola bilsin ki, hər hansı tərəvəz məhsulları az miqdarda yığını başlanılıb qalmış olar. Mən bunun çox ciddi bir təsirinin, mənfi təsirinin olacağını düşünmürəm. Eyni zamanda bağçılıqla da ümumiyyətlə bu hava şəraitini yağarılan bağçılıq üçün heç bir mənfi təsiri yoxdur. Digər tərəfdən isə bu tip yağıntıların əslində bu mövsümün bu vaxtında mən əsasən heyvandarlıq üçün xüsusilə də qış otlaq sahələrindəki ot örtüyünün yaxşılaşması baxımından müsbət amil hesab edirəm ki, bu vaxtda kifayət qədər yağış yağması örüş ərazilərindəki ot örtüyünü yaxşılaşdıra bilər. Qışlaqlarda xırdabuynuzlu heyvanların otlaq sahələri üçün. Qeyd edək ki, ümumilikdə məhsul itkiləri hazırda ciddi səviyyədə olmasa da, davam edən yağışlar gələcəkdə risk yarada bilər.